Sen o şəxslərdənsən ki, rapin dəyərini salırsan. Sənə təklif edirik seçməyi. Bütün Azərbaycan rapi məndən xahiş edib ki, səndən batla gəlim. Başlamazdan öncə demək istəyirəm Tibu. Hələ vaxt var. Hələ getmək üçün gec deyil. Çünki səni elə minəcəm ki, çöldə sənin üçün həkim olacaq. Səni elə minəcəm ki, arxanla Azadlıq metrosunda keçid olacaq. Səni elə minəcəm ki, parmaqla göstərəcəklər, səni elə minəcəm ki, Vaşmoyda yaşamaq sənə çətin olacaq. İyi verəcəksən poxlu torba kimi, sürüyəcəklər meydivi morga kimi, səni elə minəcəm ki, videosundan betər düşəcəksən saytlara batılda pum. Gəlmişsən bura həlak və cəsəd olasan. Vətənpərvərsən, amma soruşsaq işğalın tarixini bilmirsən. Sən əsəd olasan. Kütlə oynamaq tam içindədir. Mənə deyirdilər, sən dildən itisən, sən o qədər dildən itisən ki, mazinin arxası qan içindədir. Bax parmağa, balıqsan düşmüsən tam qarmağa, yanımda Ocean 11 dostum Niga girmişik bura biz bank yarmağa. Ey, yabanısan, biz vayleylərə dis atmışıq, sən Rəsulla Mənsur Şərifin arxasını yalamısan. Turuluqdan danışırdın, indi Diyan Duru və Biabrol. Kimisən, ancaq vaynellərə dəstəksən, amma marketingin Azərbaycan xalqının zövqünə ziyan vurur. Ey, bu cür sifət bir də Amerikanın prezidenti Trump'da var. Üzündə yazılıb ki, içində pox dolusan, amma toxunacaq knopka var. Üzündə yazılıb ki, içində pox dolusan, çünki arxan kuruğu kimi də orada veçli propka var. Hər sətrin punch'dır bil. Nə repersən, avtobus şoförüsən, sənə tez-tez qışqırırlar, arxanı aç, minim. Batılı rap çirkabdır, pastıra monster deyəcəklər. Aramızdakı fərqi onsuz da görəcəklər. Sən sağ qalacaqsan, amma Leonardo DiCaprio kimi yox, sənə Oscar yerinə Ostur verəcəklər.